Oğlum işdən gələn kimi ilk iş içəri girdikdə Twistentin bu hissəsinə cibində olanları, qol saatını, açarlarını yığmaq olur. Bu isə heç xoşuma gəlmir, evi yaxşı göstərmir. Hər dəfə ora uyğun bir orqanayzer alaram deyirəm, açıq unuduram. Və bugün düşündüm ki, evdə olan ayaqqabı qutusunu saxlama qutusuna çevirim. Əlavə material almadım. Bilirsiniz, əl işlərinə həvəsim çoxdur. Ona görə evdə müxtəlif xırda parçalar, jut kəndirlər, kley, tapança, bunlar hamısı vardı. Mən də işə başladım. Bu şəkildə bir parça vardı. Rəngi çox xoşuma gəlirdi. Həm də Twistentimin rənginə uyğun idi. Onu iki hissəli yapışdırdım. Daha sonra öncədən qutunun qapağından bir hissə kəsmişdim. Onu da bu şəkildə yapışdırdım. Son yapışdırdığım hissəsi bu kəndirlər oldu. Jut kəndir adlanır bunlar. Onları da bax bu şəkildə sıralamasıyla yapışdırdım və orqanayzerimiz hazırdır. Artıq bu xırda əşyaların öz yeri var. Bir tərəfdən saxlama qutusu gözümə oxşayacaq, digər tərəfdən isə bu xırda əşyalar artıq töküntü halında olmayacaq. Belə.